Salam, hər vaxtınız xeyir əziz şagirdlər, əziz izləyicilər. Hal-hazırda bu videoda liseylərin qəbul imtahanına düşmüş sualların izahını görmüş olacaqsınız. Başlayaq 21-ci sualdan. Aşağıdakı ədəd oxundu A parçası 4 bərabər C-yə, BC parçası 5 bərabər C-yə bölünmüşdür. Bizdən P və R-in cəmini tapmamızı istəyir. İlk olaraq, yəni bu 4 bərabər AB parçası 4 bərabər C-yə bölünübsə, hər bir ara məsafəsi təbii ki 4-də 1 olacaq. Və koordinatına nəzərən -4-dəki və ya -2-də 1. P-nin koordinatı -2-də 1-dir. R-in koordinatı isə tutaq ki 5-də 1-dirsə əgər hər bir ara məsafəsi 5-də 1, 5-də 4 olacaq. Yəni 5-də 1, 5-də 2, 5-də 3, 5-də 4 və R-in qiyməti nə olacaq? 5-də 4. Və bunun cəmini tapmaq üçün nə etməliyik? 5-də 4-dən çıxmalıyıq 2-də 1-i. Yəni, başqa sözlə 10-da 8-dən çıxacam 10-da 5-i. Bu da bərabərdir 10-da 3. Düzgün variant bu sualda D variantı 21-ci sualda. 22-ci suala baxırıq. Aşağıdakı rəfdə yan-yana yerləşdirilmiş eyni dəftərlərin və eyni kitabların tutulduğu yerlərin uzunluqları göstərilmişdir. 3 mavi dəftər 5-də 6 desimetr, 4 səhrai kitab isə 5-də 12 desimetr yer tutur. Təbii ki, bu 3 mavi dəftər, yəni 3-ü birlikdə 5-də 6 yer tutur. Deməli, onda biri 5-də 6, yəni birini tapmaq üçün eləyəcəm. 5-də 6-nı vuracam 3-də 1-ə. Ki, bunlar da ixtisar gedəcək, bərabər də olacaq 5-də 2. Yəni, bir dənəsi bir mavi dəftər 5-də 2 desimetr yer tutur. Digəri isə deməli, 4 səhrai kitab, yəni 5-də 12 desimetr yer tutursa, burada 5-də 12-ni vuracam 4-də 1-ə. Ki, bunlar da ixtisar gedəcək. 1 qalır, 3 qalır. Tutaq ki, bu da 5-də 3 olacaq. 5-də 3 desimetr. Bunları da nə etməliyik biz? Hərəsindən bir dənəsini istəyir. Deməli, şəkil üstə bir kitab, bir dəftər birlikdə neçə desimetr yer tutduğunu soruşur. 5-də 2-nin üzərinə 5-də 3 gələcəm. Olacaq 5-də 5, yəni 1 desimetr. Nə variantı idi? B variantı idi 23-cü sualda. 23-cü suala baxırıq. Verilmiş diaqram müəyyən qaydaya əsasən düzülmüşdür. Yəqin ki, vuruqlar formasında verilib. Aşağıdakı diaqramda eyni qayda ilə qurulduğuna görə A üstəgəl B çıxaq C-ni istəyir bizdən. İlk olaraq ortada məlum olduğu kimi ortaq vuruqları göstəriblər və ya ortaq bölənləri. Deyək ki, 24, 30. 1, 2, 3 var. 6 yoxdur burada. 6-nı qeyd eləmək olar. 30-da 10, 5, 10-a bölünür, yazılıb. 15, məsələn, C15 ola bilər burada. 4, 8, B-də 12 olacaq. Çox güman ki, 12 olsa, onda bizə nə istəyir bizdən? A üstəgəl B çıxaq C. Yəni, 6 üstəgəl 12, A üstəgəl B, 6 üstəgəl 12, çıxaq C, 15. Bir dəqiqə. Deməli, 6 üstəgəl 12, çıxaq 15. Burada nə olacaq düzgün cavab? Düzgün cavab olacaq 3, yəni C variantı. Digər tərəfdən, C-yə 10 yazıb. Ona görə 4 alıb orada. 6, 8. Niyə 8? B-də 8 yazıb. 8 var axı orada. Nəysə, düzgün cavab olaraq uşaqlar burada deməli 3 olacaq. C variantı 23-cü sualda. Növbəti suala baxırıq. 24-cü sual. Bir oyun zəri havaya atılır. Üst-üzə 2-dən böyük ədədin düşdüyü məlumdursa. 2-dən böyük ədədin düşdüyü məlumdursa, deməli bu ədədlər nə ola bilər? 3 ola bilər, 4 ola bilər, 5 ola bilər, bir də 6 ola bilər. Və bizdən nə istəyir? Bu ədədin sadə olması ehtimalı. Sadə bunların içində hansılardır? 3 ilə 5-dir. 3 ilə 5-dir. Ona görə 4 dənə seçimim var və 4-dən ikisi mümkündür. O da 2-də 1 olacaq. D variantı 24-cü sualda. Aşağıda üzərində müəyyən ədədlər yazılmış 10 kart verilmişdir. Səlim deyir, verilən kartlardan 6-sını aşağıdakı kimi 2-2 qruplaşdırmışdır. Qruplaşdırdığı kartlarda yazılan ədədlər qarşılıqlı sadə olarsa, o həmin kartları mavi rəngə boyuyur.
Səlim yalnız 2 qrupu mavi rənglə boyadığına görə üzərində sual işarəsi olan kartın yerinə neçə fərqli kart seçə bilər? Aha, 51 ilə qarşılıqlı sadə olanları götürməliyik. Təbii ki, burada indi biz də silməliyik. Məsələn, 1-i silməliyik, 9-u silməliyik ki, bunlar artıq seçilib, ona görə silirik. 12-ni də silirəm. İndi 51 ilə qarşılıqlı sadə olanları tapmalıyam. 51 3-ə və 17-yə bölündüyü üçün 3-ə bölünənləri götürməyəcəm təbii ki. Məsələn, 18 getdi, 21 getsin. 19 gözləyəcək. 91 də ki, 3-ə bölünür mü? Xeyr. 17-yə 91 deməli 13-ə bölünür, 7 dəfə düşür. Ona görə 51 ilə heç bir problemi yoxdur yəqin ki. 91 də götürəcəm. Deməli 19 91 amma 34-ü götürməyəcəm. Çünki 17-yə bölünür. 17-yə bölünür. Ona görə burada 2 seçim olacaq. Deməli, amma şagird nə yazıb? 3 yazıb. Bir dənə də baxaq. Burada deməli 1, 9, 11, 12. Bunlar onsuz da biz götürə bilməyəcəyik. Çünki artıq bunlar seçilib. 51-dəki 51 ilə qarşılıqlı sadə olan 21 ilə 18-i götürə bilməyəcəyik. Burada bizim 2 şansımız qalır. 19-dan 91. Yəni burada düzgün cavab B variantı olacaq. 26-cı suala baxırıq. Aşağıdakı sütunlu qrafikdə bir qutuda olan topların sayı verilmişdir. Bu qrafikdəki məlumatlar 10 bərabər hissəyə bölünmüş dairəvi diaqrama köçürüləcəkdir. Buna görə dairəvi diaqramda mavi topların sayının uyğun hissələrin sayı neçə olar? Deməli, belə götürək də. Burada hal-hazırda neçə hissəyə bölünüb? 10 bərabər hissəyə bölünüb. Yaxşı. Ümumi cəm nə eləyəcək? Ümumi cəm 300 eləyəcək. Yəni topların sayı 300. Mavi nə qədərdir bəs? Mavi 150. Yəni 300-də 150. Başqa sözlə 2-də 1. 2-də 1 də vuracam nəyə? Ona, o da olacaq 5. Düzgün cavab burada C variantı. Növbəti suala baxırıq. 28-ci suala. 5-in 8-ə ölçülü 2-nin düzbəxtli verilmişdir. Hər iki şəkildə rəngli hissələrə uyğun kəsir eyni olarsa, bu kəsir aşağıdakıdan hansılar ola bilər? Hansı və ya hansılar? İlk olaraq burada rənglənməni görürük ki, tam olaraq rənglənməyib və buna əsasən, tutaq ki, bura qədər tam olduğuna görə 40-da 30-u deyək ki, 30 dənəsi, yəni 40-da 30-dan böyük olmalıdır bu ədəd. Yəni 40-da 30-dan böyük olmaq şərti ilə burada 40-31 ola bilər. Amma eyni zamanda burada neçəsi rənglənib? Buna da baxaq. Deməli 1, 2, 3, 8 vuraq 3. 24 dənə rənglənib tam olaraq. Amma 24. Bu da 40-da hardasa 40-dan 8-i məsəl üçün rənglənməyib. 32. Yəni bu isə 40-da 30-la 40-da 32 arasında bir şey olmalıdır. 40-da 32. Yəni 8-i tam olaraq boşdur. Digər tərəfdən də yəni o kəsirlərin tam olaraq rənglənmədiyinə görə deməli 40-da 32-dən kiçik olmalıdır. Onda bu ədəd 40-da 31 ola bilər. Məsələn 50-də 39-a baxmaq lazımdır. Niyə baxmaq lazımdır? Çünki mən bunu 200-ə gətirsəm, tutaq ki 200-ə gətirsəm ya da 100-ə gətirsəm, yaxşı. 100-ə gətirsəm, 100-də neçə olacaq? 100-də deməli 78 olacaq. 78. Bu əslində daha böyük oldu. 78, hə. Amma tutaq ki 40-da 30-u gətirsəm, 200-ə gətirsəm daha rahat olar. Gəlin 200-ə gətirək. 40-da 50-də 39-u 200-ə gətirsəm, 200-ə neçə eləyəcək bu? 200 olacaq, 39 vuraq 4. Yəni, deməli 156. 39 vuraq 4. Hə, 156. Bunu 200-ə gətirsəm, bunun hər birini, bu 200-də 1 olacaq, deməli 150. O birisi də olacaq, 200-də 5-ə vurduqda olacaq 160. Bəli, bax bu kəsir eyni şəkildə 40-da 30-dan böyükdür, 40-da 32-dən kiçikdir. 50-də 39. Deməli, üçüncü də ola bilər. İkinciyə də baxsaq əgər, məsələn, elə bunu 40-a gətirsəm, bu nə eləyəcək? 36 eləyəcək, heç onda baxmıram, yaxşı. Deməli, düzgün cavab orada nə olacaq? 1 ilə 3. 1 və 3 C variantı 28-ci sualda.
Növbəti suala baxırıq. Sahibdir usta deyir, tərkibi un, yağ və şəkərdən ibarət 2670 qramlıq halva hazırlayacaq. Bunlar arasında aşağıdakı kimi nisbət var. Yağın şəkərə nisbəti 4/5 kimi, şəkərin də una nisbəti 6/7 kimi. Buna görə istifadə olunan unun miqdarı nə qədərdir? Burada təbii ki, bərabərləşmək lazımdır şəkərləri. 6, 5, 30-a gətirə bilərəm. 30-a gətirsəm əgər 30, burada olacaq 24. Burada 30 olsa 5'ə vurmuşam. Burada olacaq 35. İndi ümumi olaraq 2670 qramdırsa toplayacağım təbii ki bunları. 24K üstə gəl tutaq 30K üstə gəl 35K ki bu bərabərdir nəyə? Bu bərabərdir 2670'ə. Bu da olacaq nə? 54, 35, 89K 89K bərabərdir 2670. İndi K buradan bərabərdir 30 neçəyə? 230'a bərabər olacaq deyəsənlə. Hə, 30 olacaq. K'nın özü bərabər oldu 30'a. Bizə nə istəyir? Buna görə istifadə olunan unun miqdarı. Un 35K olduğuna görə 30'a vuracaq nəyə? 35'ə bərabər 1050. Düzgün variant C variantı bu sualda. Növbəti suala baxırıq. 30-cu sual. ABC rəqəmlərdir. 3 rəqəmli deyir. Bu natural ədədlərin cəmi 3 rəqəmli ABC natural ədədindən 324 vahid çoxdur. Buna görə A vur B vuraq C hasilinin qiymətini istəyəcək bizdən. Deməli, bunları aça bilərik da biz. Yəni 100A, 10 üstə gəl, bir dənə də A. Hər birində nə olacaq? Hər birində olacaq, tutaq ki, 101A, 101B, 101C. Yəni yazaq 101A üstə gəl 101B üstə gəl 101C üstə gəl və hər birində 10 olduğuna görə üstə gəl 30 olacaq burada. Üstə gəl 30 bərabərdir 100A, bunu da açıram. 100A 10B üstə gəl C bir də nə qədər deyir? 324 vahid deyir çoxdur. Üstə gəl 324. Bu şəkildə. İndi A-ları, dəyişənləri bir tərəfə atıb, ədədləri bir tərəfə atsam, nə olacaq burada? Burada olacaq, deməli, 1A, 101-dən elə bir ki, 100'ü çıxdım. 101B-dən 10B-ni çıxacam. Olacaq, tutaq ki, 91B. 101C-dən çıxacam C-ni. O da nə olacaq? 100C. Bərabərdir. 324-dən 30 çıxacam. 294 olacaq. Yəni, burada görülən odur ki, 100C, burada əslində 90B şəklində yaza bilərik. Və bizə nə istəyir? Buna görə A vuraq B vuraq C. Bundan sonra özümüzdən də qiymət qoya bilərik. Məsələn, C-yə 2 yazaram. C-nin qiyməti 2 ola bilər. C bərabər 2. B-nin qiyməti, tutaq ki, 91 varsa B də 1 olsun. B bərabər 1. A-nın da qiyməti nə olacaq? A-nın qiyməti deməli olacaq artıq 2. 91 3. A-nın qiyməti olacaq 3. Deməli 10'da A3 olur. B 1 olur. C-də 2 olur. Bir dənə də baxaq, yoxlayaq. Dəqiqlik üçün. Məsələn, burada nə olacaq onda? 300 tutaq ki 13, 111, bir də 222, 212 daha doğrusu. Bunların cəmi eləyəcək 636. 636 eləyəcək. Bir dəqiqə. Hə. Bunların cəmi olacaq 636. 636 da həqiqətən deməli 210 neçə idi? A-nın qiyməti neçə idi? A3 idi. Hə, 312 çıxanda nə eləyəcək? 324 eləyəcək. Deməli, düzgün cavab burada əslində nə olmalıdır? A olmalıdır. Deməli, uyğun gəlməyən cavabları mən belə deyim də, şagirdlə əgər üstə düşmürsə, bir dənə də təzədən özüm baxıram, dəqiqləşdirmək üçün. Ola bilər ki, nəsə gözdən qaçar, şagirdin cavabı düz olar. Onda dəqiqləşdirib yenidən baxmaq lazımdır.
Dənizlər 4 bölmədən ibarət kitab oxuyur. Kitabın ilk bölməsini oxuduqda kitabın altta birini. İlk 2 bölməsini oxuduqda 12-də 5-ni. Baxın, ilk 2 bölməsi 12-də 5. Deməli, ikinci bölmə nəymiş? 12-də 5-dən çıxacam altta 1-i. Yəni 12-də 2-ni. Bu da bərabər nəyə? 12-də 3 və ya 4-də 1. Deməli, birinci bölmə altta 1-dir. Bu heç, bu yaxşı, yazaq eybi yox. İkinci bölmə əslində 4-də 1-dir. İndi ilk 3 bölməsini oxuda isə 5-də 4. Onda nə edəcəyik buradan? 12-də 5-dən 5-də 4, yəni 60-da 25-dən çıxacam. Daha doğrusu tərsinə. 60-da 25-i çıxacam nədən? 5-də 4-dən. Yəni 60-da 48. Bundan bunu çıxanda bərabər eləyəcək nəyə? 60-da 23. Üçüncü hissə budur. Bax, üçüncü hissə budur. 60-da 23. İndi bizə nə deyir? Kitab bölmələrinin səhifə sayı uyğun olaraq A, B, C, D olduğuna görə doğru müqayisə hansıdır? Biz indi bunları müqayisə edəcəyik. Bir də bir şey var da. Burada məsələn ilk 3 bölməsini oxudan sonra 5-də 4-ünü oxumuş olursa, deməli D-yə 5-də 1 hissəsi qalır. Baxın, D-yə 5-də 1 hissəsi qalır. 5-də 1 hissə. Onda burada deməli uyğun olaraq, yəni birinci bölmədə A-dır. İkinci bölmə B, yəni 4-də 1. Üçüncü bölmə C, 60-da 23. Üçüncü bölmədə olsun nə? 5-də 1. Əslində, digərlərinə görə biz gəlin məxrəclərini bərabərləşdirək. Ola bilər ki, 1-2 variant, yaxın variantlar olsun. 5-də 1 olacaq, tutaq ki, 60-da 12. Biz əslində 4-də 1, 6-da 1, 5-də 1 müqayisə edə bilərdik. Sadəcə 60-da 23-lə orada artıq gərək məxrəcləri bərabərləşdirək. 6-da 10 eləyəcək bu. Bu da eləyəcək 60-da 15. 60-da 10 daha doğrusu. 60-da 15. Onda burada bizdən nə istəyir? Bizdən deyir doğru müqayisə. Ən böyük olacaq üçüncü, yəni C. Sonra olacaq 60-da 15 hansı idi? İkinci, yəni B. Sonra olacaq 60-da 12 D, sonra A. Bəli. Düzgün variant. 31-ci sualda D variantı. Düz. 32-ci suala baxırıq. Eyni gücdə olan və birlikdə işə başlayan 8 işçidən hər günün sonunda bir işdən ayrılır və iş 8 günə tamamlanır. Buna görə 9 belə işçi birlikdə bu işi neçə günə bitirər? Bunu belə başa düşək də. Deməli, hər bir işçinin gücünü, heç mən kəsrə keçmirəm. Hər bir işçinin gücünü mən A olaraq ifadə edirəm. Yəni, bir gün ərzində gördüyü işi A-dır. İndi, bunlar birlikdə işə başlayan 8 işçidən hər günün sonunda 8 ayına başlayacaq. 8 ayına başlayacaq. Sonra biri gedəcək, qalacaq 7 A. Sonra biri gedəcək, təzədən qalacaq neçə? 6 A. Yəni, bu şəkildə gedəcək və 8 günə tamamlanır. Onda bu bərabərdir 36 A. Yəni 1-dən 8-ə qədər ədədlərin cəmi 36 olur. 36 A olacaq bu da. İndi 9 belə işçi. Onda nə etməliyəm? 36 A-nı bölməliyəm 9 aya. 9 aya. Bunlar da ixtisar getsə bərabər nə olacaq? 4 olacaq. Deməli 4 gün kifayət edir ki, bunlar tam olaraq işi bitirmiş olsun. 33-cü suala baxırıq. M və N qarşılıqlı sadə ədədlərdir. Əbob deyir, M-də x çıxaq 14, Əkob da x üstəgəl 45-dir. Bizdən M üstəgəl N cəminin nəyini istəyir? Ən kiçik qiymətini. Burada nə etmək lazımdır? Əbob x çıxaq 14 isə, x çıxaq 14, onda qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir. Yəni x çıxaq 14 bərabər 1 olacaq. X isə buradan bərabər nəyə? 15-ə. Əgər x 15 isə, deməli buna olacaq 60. Onda deməli Əkobu 60 olan, yəni M-in bir-birinə qarşılıqlı sadə olsun. Əkobu 60 olan və cəmi ən kiçik olan ədəd axtarmalıyıq. Əslində burada 23 ola bilər. 23, yəni 20 ilə 3. Başqa nə ola bilər? 15, 4 ola bilər. Ki, gəlsin Əkob deməli nə versin? 12, 5 də ola bilər. 12, 5. Yaxşı, 16 olmasın. 12, 5 olsa, hə, cavab 17 olur. Ya, bəs 16 olmasın, nə olmalıdır?
16 olması üçün 16 olması üçün heç nə. Cavab olacaq 17. B variantı. Yəni burada bir neçə ədəd yerinə yazıb hesablamaq olar. Və orada cəmin ən kiçik olması üçün əslində deməli bir də qarşılıqlı sadə var da burada. Kiçiklərdən götürməliyik. Və orada 12, 5 olsa cavab gəlir. Nə çıxır? 17. Sonra 34-cü suala baxırıq. Deməli, ən böyük ortaq böləni 12 olan 2 natural ədədin cəmi 192-dir. Əbob 12-dirsə, bunun bu şəkildə yaza bilərik. Yəni 12A üstəgəl 12B. Yəni hər ikisi burada, tutaq ki, biri M olsun, biri N olsun. Hər ikisi burada 12-nin misli olmalıdır. Və 12 vuraq A üstəgəl 12 vuraq B bərabər olmalıdır nəyə? 192-yə. Onda hər tərəfi 12-yə bölsəm, A üstəgəl B bilsiz nə olacaq? Bərabərdir. Yəqin ki 16 olacaq. Əgər bu 16 olsa, buna görə bu ədədlərin ən kiçik ortaq bölünəni neçə müxtəlif qiymət ala bilər? Cəmi 16 olan. Bu ədədlərin ən kiçik ortaq bölünəni neçə müxtəlif qiymət ala bilər? Ortaq bölünəni. Yaxşı, bunu əslində məsələn bir çox şey yazmaq olar da. Burada müxtəlif qiymətdir. Bir də əkobudur. Əkobu nədir bunun? Əkobu 12 tutaq ki, vuraq A, vuraq B-dir. Bunun əkobu 12 vuraq A, vuraq B-dir. Düzdürmü? İndi cəm də 16-dırsa, burada 8 dənə ola bilərdimi? Məsələn. Tutaq ki, 8, 8 olmayacaq da. Bunlar qarşılıqlı sadə olmalı da. Bu da var. Deyirəm, bax, orada nəsə çox variant çıxa bilər. Amma bunlar A ilə B nədir? A ilə B biz onu qarşılıqlı sadə kimi götürməliyik. Qarşılıqlı sadə kimi götürəndə 1, 15 ola bilər. Tutaq ki, 2, 14 ola bilməyəcək. 3, deməli 13 ola bilər. 4 ilə olmayacaq. 5 ilə ola bilər. 5, 11. Sonra 6 ilə olmayacaq. Çünki hər ikisi cütdür. 7 olsa 9 olacaq. Ola bilər. 8, 8 olmayacaq. Bir də əksi olsa yenə də yeni şeylər gəlib. 4 dənə olacaq çox güman ki. Bizdən nə istəyir? Bizdən bunun əkovunu istəyir. Hasilləri də ki, bəli, 4 müxtəlif qiymət ala bilər. D variantı. Növbəti suala baxırıq. 35-ci suala. M və N üstəgəlinin natural ədədləri verilmişdir. M bölək N bərabər 160 bölək 180 bərabər nödəyən. Bütün M-in cütlərinin sayını istəyir. Burada bunu ixtisar edib görmək daha yaxşı olar məncə. Çünki orada elə bir şey var ki, məsələn, heç 180 misli deyil. Amma ixtisar getdikdən sonra 9-a 8 mi eləyir? 9-a 8 ola bilər. Məsələn. 9-a 8 ola bilər. Ona görə 9-a 8 nəzərə alıb, ən kiçik məxrəc götürəcəm 108. Ən böyük məxrəcdə götürəcəm neçə? 999. Bu şəkildə. Yaxşı, burada neçə ədəd var? Burada neçə ədəd var? 999 çıxaq 108. 999 çıxaq 108. Bölək 9 üstəgə 1 olmalı da bu. O da nə edir? O da 111 çıxaq 12 üstəgəl 1 olur. O da 100 olur axı. Hər biri daxildirmi? Yox, hər biri də daxildir, bəli. Deməli bizdən indi bir dəqiqə 108 olsa 12 eləyir. 12-ni əslində 8-ə vuranda burada var da. Bu da var, bəli, baxın. Orada diqqətdən qaçdı. Yəqin ki, burada 12 olsa bu 70 eləyəcək. Amma 13 olsa 12 daha doğrusu 96 eləyəcək. 13 olsa bəli, hər ikisi 3 rəqəmli olacaq. Ona görə burada 100 yox, 99 olacaq. Yəni burada biz əslində 108-dən başlamalı deyilik. 117-dən başlamalıyıq. O da niyə? Çünki məxrəc 108 olduğu halda sürət elə bil gəlib 96 olacaq. O da 96 3 rəqəmli deyil axı. Yəni şərtdə bizə 3 rəqəmli olmağını deyir.
36-cı suala baxırıq. 15 manat qazancla satılan bir məhsulun satış qiymətinə 20% endirim edilərsə. Malın qiyməti A olsun. 15 manat daha doğrusu faizini oxudum. Deməli, A üstəgəl 15 manata satılır. Qazanc. 20% endirim edilərsə. Satıcının qazancı 5%-ə düşər. 20% endirim edilərsə, yəni bu 80%-dən satılarsa, 80%-dən vuraq 80 bölək 100. Satıcının qazancı 5%-ə düşər. Yəni A-nın 5% üzərində gələcək. O da 1,5 alacaq. Belə. Onda burada nə olacaq? Burada olacaq 80A. Heç ixtisar eləmirəm. 80A üstə gəl. 80 vuraq 15. Yəni 1200 bərabərdir 105A. 105A. Bu da olacaq 25A bərabərdir 1200-ə. A buradan bərabərdir 48 mi olur? 48 olur deyəsən, bəli. A-nın qiyməti olacaq 48. Yəni C variantı bu sualda. İçərisində yalnız almalar və armudlar olan 2 səbət var. İkinci səbətdə cəmi 100 meyvə var. Birinci səbətdəki meyvələrin ümumi sayı ikinci səbətdəki meyvələrin ümumi sayından 10% çoxdur. Bunu belə götürək də. Bu birinci səbət olsun. 1. Bu da ikinci səbət olsun. 2. Deyir ki, cəmi 100 meyvə var. İkinci səbətdə. İkinci səbətdə 100 meyvə var. Burada təbii ki, alma, üstəgəl armud, yəni hamısı bir yerdə 100 meyvə var. Birinci səbətdəki meyvələrin ümumi sayı ikinci səbətdəki meyvələrin sayından 10% çoxdur. Yəni burada artıq 110 dənə olacaq. İndi birinci səbətdəki almaların sayı ikinci səbətdəki almaların sayından 20% çoxdur. Birinci səbətdəki almaların sayı, məsələn, burada A qədər alma varsa, burada 20% azdır daha doğrusu. Burada olacaq 0,8A. Sonra birinci səbətdəki armudların sayı ikinci səbətdəki armudların sayından 20% çoxdur. Burada məsələn B olsa, burada nə olacaq? Burada olacaq 1,2B. İndi bizə nə istəyir? Bu məlumatlar əsasən ikinci səbətdə neçə armud var? Yəni, dolayı yolla B-ni tapmalıyıq. Deməli, bunun hər tərəfi mən ona vursam, belə bir şey yazacam. 8A üstə gəl 12B bərabərdir 1100. Belə burada ayrı-ayrı yazmalıydım əslində, amma cəmi vurdum ona ki, kəsici olmasın. Digər tərəfdən A üstə gəl B. Gəlin bunu sadələşdirək də. 4-ə də bölək. 4-ə bölək nə olacaq? 2A üstə gəl 3B bərabərdir 1100 bölək 4. O da yəqin ki, nə olar? 275 olar. 1100 bölək 4. İndi bir də A üstə gəl B bərabər 100 olmalıydı. Onu da hər tərəfini 2-ə vursam B olacaq. 2A üstə gəl 2B bərabər 2-ə vuranda olacaq 200. İndi buradan 2-alar ixtisar gedəcəkmi? 3B-dən 2B çıxanda nə qalacaq? B qalacaq. B bərabər buradan 275-dən 200-ə çıxanda 75 qalacaq. B-nin qiyməti olacaq 75. 40 yazılıb, amma bir dənə də baxaq, hər ehtimala qarşı. Hesablamada səhvlik yoxdursa, cavabda yəni problem yoxdur. Deməli, 2A üstə 3B bərabər 275 edir də bu. Aydın məsələ 4-ə böldükdə. Burada da 2A, 2B, o da 200 olacaq. Heç nə, tamam. Bunun tərəf-tərəfə çıxacaq, B bərabər 75 olacaq. Bizə nə deyir ki, ikinci səbətdə neçə armud var? Yəni, B-nin qiymətini istəyirdi bizdən 75 olur. Növbəti suala baxırıq, 38-ci sual. Teatr tamaşa başlamazdan əvvəl boş oturacaq sayı, dolu oturacaq sayının 1,25 mislidir. Deməli, bura dolu olsun, bura boş olsun. Dolu, boş oturacaq sayı. Boş oturacaq sayı, dolu, bura x olsa, bura 1,25x idi. Tamaşa başladıktan sonra dolu oturacaq sayı, boş oturacaq sayının 3 misli olduğuna görə bu teatr salonu neçə nəfərlik ola bilər? Deməli, yerlərin sayı həm olacaq, tutaq ki, 2,25x cəmə görə. Həm də, deməli, başladıqdan sonra dolu oturacaq sayı, boş oturacaq sayının 3 misli olduğuna görə. Məsələn, burada tutaq ki, y-dir. Bir dəqiqə.
Burada tutaq ki, y olsun. Y. Bir dəfə olacaqdı. Bir dəqiqə. Deməli, bir dəfə olacaqdı x. Bir dəfə olacaqdı, tutaq ki, x 1,125x. Bir dəfə də olacaq y və 3y. Bax, belə bir şey. Deməli, bu elə bir ədəd olmalı ki, həm 4-ə bölünməlidir tam olaraq. Həm də nəyə bölünməlidir? 2,125-ə bölünməlidir. Bunu da biz gəlin belə eləyək də. 2,125 4-ə vurduqda nə eləyəcək? 9 mu eləyəcək? Bunda burada olacaq, tutaq ki, 9x, hər tərəfi 4-ə vurursam 9. Bu da bərabərdir 16y. Onda bu o deməkdir ki, həm 4-ə bölünən olmalıdır, həm də, daha doğrusu 16-ya bölünən, həm də 9-a bölünən. 16 və 4. Əslində 4-ə bölünməlidir. Bir də 9-a bölünməlidir. 2,125 nə deməkdir? 2,125 4-də 9 deməkdir da, düzdür? Bunu çevirsəm 9-a 4 olacaq. 9-a tam bölünməli. Bəli, 9 və 16. 9-a və 16-ya bölünən ədəd verilən variantlar içərisində 108 olacaq. Yəqin ki, C variantı. Ki, burada da 108-i 4-də 9-a bölsəm 12,48 eləyəcək. Və ya 108-i 4-də bölə bilərəm. Orada nə eləyəcək? Orada deməli 27 olsun. Sonra 39-cu suala baxırıq. Qatarda ümumilikdə 204 sərnişin var. Qatarda olan qadın sərnişinlərin orta yaşı 42, kişi sərnişinlərin orta yaşı 48 olsun. Bu qatardakı bütün sərnişinlərin orta yaşı 45,5-dir. Deməli, kişilərə, qadınlara bir A desəm, kişilərə bir B desəm, burada nə olmalı uşaqlar? 42A üstə gəl, baxın, 48B bərabər olmalıdır. Bərabər olmalıdır. Deməli, 204 vuraq 45,5-ə. 204, yəni ümumi sayı vuraq 45,5-ə. Amma bizə nə istəyir? Kişilərin sayını istəyir. Kişilərin sayını yazaq da. Deməli, 204 bir dəqiqə 204 sual hansıydı? 39 idi deyəsən. Deməli, gəlin belə eləyək. Burada bir hesablama aparaq. Hesablama da nədən ibarətdir? Hesablama nədən ibarətdir? Bir dəqiqə. Deməli, 45,5 vuracam 204-ə. 9282 edir. Bunların ümumi yaşları cəmi 9282-dir. 9282. Ona biz tənliyi belə quraq da. Deməli, bax 42A üstə gəl. 42B, 48B bərabərdir 9282. Bu gözləsin. Bir də burada ümumi say 204 axı. Deməli, B bərabər buradan 204 çıxaq A olacaq. 204 çıxaq A. Bunu biz əslində 6-ya ixtisar apara bilərikmi? 6-ya ixtisar apara bilərik əslində. O da ki, deməli 9282 bölək 6. 1547. Biraz az da olsa sadələşəcək daha. Az da olsa sadələşir və belə bir şey qalır. Bax, 6-ya getdikdən sonra 7A üstə gəl. 8B bərabərdir 1547. Səhvləmirəmsə, yəni 1547 idi. 1547, bəli. İndi buradan həll etmək üçün nə etməliyik? B-nə əvəz eləməliyik. Ya B-ni ya A-nı. A-nı əvəz eləyək, yaxşı. Yəni, bu gözləsin, A-nı əvəz eləyək biz. 204 çıxaq B yazaq. Onda 7 vuraq 204 çıxaq B
üstəgəl 8b bərabər 1547. Burada nə olacaq? Burada 1428 çıxaq 7b üstəgəl 8b bərabər 1547. Neysə, bunu da biz həlləmək üçün nə etməliyik? 8b-dən 7b çıxacaq, b qalacaq, bərabərdir. 1547 çıxaq 1428. Bu da. Deməli, eləyəcək 9, 1, 119. Bizdən nə istəyir? Kişilərin sayını. Kişilərin sayı, biz b-ni tapışıq da, yəni 48 olaq b kişilərin sayıdır. Hə. 119 olur. Düzgün cavab A variantı 39-cu sualda. Növbəti suala burada baxırıq. Deməli 40-cı sual anarın şaqalıqlarının sayının lalənin şaqalıqlarının sayına nisbəti 3/7-dir. Deməli 3K birindədir. Anarda olsun 3K, tutaq ki, lalədə olsun 7K. Görək nə istəyəcək? Lalə şaqalıqlarından n dənəsini anara verərsə, təbii ki, buradan çıxacaqsan və bunun üzərinə gələcəksən. Bu nisbət 3/2 olar. Onda belə yazacaq. 3K üstəgəl n bölək 7K çıxaq n bərabərdir 3-dəki, yəni 2/3. 2/3 olar. Lalə şaqalıqlarına 2n anara versəydi nə qədər olacaqdı? Deməli, onda belə olur da. Bunun arasında nisbəti tapaq. N-lə k-nın. 9K üstəgəl 3n bərabərdir 14K çıxaq 2n. Bu da 5K bərabərdir 5n olur. Hə, onda deməli k bərabər nəyə? N-ə. K əgər n-ə bərabərdirsə, deməli mən 3K-nın üzərinə tutaq ki, 2K gəlsəm, yuxarıda 5 olacaq. Lalə versə də, yəni lalə şaqalıqlarının 2 dənəsini anara versə, deməli 3K üstəgəl 2n olacaq 5K. Amma təbii ki, 7K-dan da 2K çıxmalıyam. O da olacaq nə? O da olacaq yenə 7K-dan deməli 2K çıxsam, bu da olacaq 5K, onda 1 olur da. Bərabər 1 olur. Nisbət olacaq 1. Belə, növbəti suala baxaq. Deməli, 41-ci sualda A, B, C və D 4 komandanın iştirak etdiyi şahmat turnirində qızıl, gümüş, bürünc medalların kimlərin ala biləcəyi ilə bağlı müşahidəçinin təxminləri cədvəldə kimidir. Birinci müşahidəçi ABC, ikinci müşahidəçi BCD. Yəni bu şəkildə 4 müşahidəçilər bunlar. Bizdən nə istəyir? Bizdən istəyir turnirin sonunda bu 3 müşahidəçinin hər birinin təxmininin yalnız biri doğru çıxdığına görə 14 ortaqları siləcəm. Yalnız biri doğru. Məsələn, bunun burada C doğrudur. Tutaq ki, burada A doğru olsun. Onda burada məcbur nə olacaq? B olacaq. Bu şəkildə ola bilərmi? Baxaq indi. B birincidir, qızıldır. A ikinci, C-də üçüncü. Yəni bir problem yoxdur. Yaxşı, bir variant bu. Yəni gümüş, bürünc medallar BAC olur. Yaxşı, başqa variant. Məsələn, burada C qalsın yerində, burada B olsa, burada A olardımı? Burada artıq 2 dənə müşahidəçinin dediyi 2 dənə, ya hətta 3 dənə doğru olur. O da düzgün gəlmir. Hərəsini birinə götürməliyəm. Onda ən düzgün variant BAC-dir. Yəni yetərincə rahat sualdır. 41-ci sual. Növbəti suala baxırıq. Aşağıdakı cədvəlin 9 sarı xanasının bir-birindən fərqli 9 rəqəm yazılacaq. Hər sətr üzrə yazılan 3 rəqəmin cəmi həmin sətr üzrə ən sağdakı mavi xanada verilmişdir. Cəmi verilir. Buna görə sarı xanalara yazılmayacaq rəqəm hansıdır? Deməli 9 bir-birindən fərqli 9 rəqəm. Amma 0-dan fərqli demir. Yəqin ki, bunlardan biri 0 olacaq. Çünki 0 olmasa əslində 45 olardı cəm. Onda biz belə eləyək də. Buradan yazılmayan ədəd hansıdır? 45-dən bunların cəmləyi 39 eləyir. Deməli, yazılmayan rəqəm 6-dır. Bizdən yazılmayan, sarı rəqəmdə yazılmayan
Bu biraz rahat oldu axı. Mən əslində başqa bir şey gözləyirdim. Mən biraz yəni fikirləşirdim ki, bəlkə də rəqəmləri yeni yazmaq olar, amma ən rahat nədir? Bunların cəmini tapırsan, bax bunların cəmini. Topladı nə oldu? 39, düzdür? Əslində 10 dənə rəqəm var və bu 10 dənə rəqəmin cəmi 45-ə bərabərdir. Yəni 0-dan 9-a qədər 45 olur. Deməli bunların içərisində yazılmayan hansı imiş? Yazılmayan 6 imiş. 45 çıxaq 39.